Aha, bilimimizin neçə növü var idi? Sayaq. 4 dənədir. Faktoloji, Aha. buna deklarativ deyirik, intellektual, prosedural, metakognitiv. Ay, sağ ol. Dedik əzbərçi bilikdir. Fakta əsaslanan bilikdir. Hansı bilimimizdir? Faktoloji biliyidir. Aha. Bəs proses gedirdi, avtomatikləşə bilirdi. Prosedural bilik. Aha. Deyirdim necə sualına cavab axtarırdıq. Necə sualı? Prosedural bilik. Aha. Və yaxud deyirdim ki, nə üçün sualına, niyə, nə səbəbə, bax bu suallara cavab axtarırdıq. Konseptual. Aha. Və yaxud deyirəm ki, özü haqqında bilikdir, idraki bilikdir. Hansı bilikimizdir? Özü haqqında metakognitivdir. Aha. Və yaxud deyirəm ki, müqayisə edici, əlaqələndirici bilikdir. Konseptual. Aha. Ay, sağ ol. Sonra dedik ki, belə deyək də, bütün biliklərin kökündə hansı dayanırdı demişdik. Bütün bilik faktoloji. Aha. Şagirdə informasiyanın hamısını verirdik, ötürücü verirdik, yoxsa ya belə seçici verirdik. Seçici veririk. Ay, Yəni birdən-birə bəli. Birdən-birə həm də ümumiyyətlə müəllimə, lap məsəl üçün bax mən sizə nələr öyrədirəm də, düzdür? İndi böyük kimi çıxmasın da, üzr istəyirəm sizdən. Ola bilər məndən böyüksüz. İndi məsəl üçün informasiyanı seçici vəziyyətdə verirəm də. Bax məsələn kitabda bu Time kitabında çətin vəziyyətdədir, düzdür? Görsən elə vəziyyətdə verirəm ki, sizə lazım olan vəziyyətdə, testə düşəcək vəziyyətdə verirəm. Bax bu qaydada öyrənəcəksiniz. Yəni şagirdə də informasiyanı verəndə seçici ötürürük. Şagird onu qəbul edəndə aktiv olurdu, passiv olurdu. Aktiv olur. Ay, sağ ol. Sonra dedi ki, müəllimə, şagird qarşısına məqsəd qoyur ki, universitetə daxil olacağam, 600-dən yuxarı bal yığacam. Hansı biliyimizdədir? Metakognitivdə. Ay, sağ ol. Və yaxud deyirəm ki, şagird deyir ki, mən ingilis sözlərini yaza-yaza öyrənirəm. Özü haqqında məlumatlı olduğuna görə metakognitivdir. Və yaxud deyirəm ki, şagird fikirləşir ki, belə deyək də, gecə oxumaq onun elə ki, beyni elə ki, yorulub da, tezdən durub oxusam daha yaxşı olar özü üçün. Bu da metakognitivdir. Ay, sağ ol. Və yaxud deyirəm ki, Manna dövləti nə zaman yaranıb? Şagirdə mən sual verirəm, nə cavab verəcək? Məsəl üçün deyək də, tutaq ki, cavab verir. Hansı bilik olduğuna görə faktoloji. Faktoloji bilimimizin neçə növü var? Faktoloji 2 cürdür.